o vaxt ki bir yerdə səsləndirirdi aktyorlar yan-bayan. Yaşlı bir aktyorumuz olub. Hansısa sözü deyə bilməyəndə, misal üçün, Massachusetts ştatı deyək. Əlinlə sənə işarə edirdi ki, onu sən özün rəhmətə gedib, Allah rəhmət eləsin. Yəni gözəl sənətkar olub həqiqətən. Mən onu da qınamıram, artıq yaş getdikcə biraz belə deyək də ağız aparatında müəyyən problemlər olurdu. Otururduq, belə oradan mikrofonlar necə idi ASTV-də, köhnə studiyada. Böyük studiyaydı. 2 mikrofon ayaq üstə dururdu. 2 mikrofon oturaq vəziyyətdə idi. İndi biz təbii ki, cavanlar ayaq üstə dururduq. Bizdən yaşlı aktyorlarımız otururdular. Həmin aktor oturmuşdu. Mən də ayaq üstə idim. Filmi izləyirik, yerimizi gözləyirik. Birdən bu əli ilə belə dimsikləyirdi ki, nə olub, sakit axı, səs gedir mikrofona. Ancaq belə deyək də, hərəkətlərlə, mimikalarla. Bu sözü demə. Mən də baxıram mətnə. Axı, bu söz işlənir, söz oyunudur. Bunu deməsəm olmaz. Bunu deməsəm olmaz da. Deyirdim, yox, bu söz işlənir axı burada, deməliyəm mən bunu. Deyəm, də başqa şey. Deyirəm, başqa şey deyirəm. Rejissor mənə deyəcək ki, niyə başqa söz deyirsən? Onu demirsən. Biz də cavan. Məni niyə pis vəziyyətdə qoyursunuz? Belə şeylər. Tək mənə demirdi onu. Digər aktyorlara da deyirdi onu. Belə bir şey olmuşdu.